O zaman mən sizə OP-ni göstəreyim. Yenə bugün. Bir dənə boş bulduğumuzu yaradaq. Haydi. Main nöqtəyə. Deməli uşaqlar, OP-miz nədir? OP bizdə klasslarla düzəlir və bu klasslar nə üçündür? Klasslar elə bilin ki, bir qəlib yaratmaq üçündür. Qəlib nədir? Bilən var nədir qəlib? Xeyr. Bax, tutaq ki, mən bugün istəyirəm bir dənə keks pişirim. Amma istəyirəm ki, bu keksin hamısı bir-birinə oxşasın. Hamısı eyni cür olsun. Nə edirəm? O keksi hazırlayıram, sonra tökürəm bax bu qaba. Və nəticədə nə olur? Bu adlar artıq qəlib. Nəticədə nə olur? Bu kekslərin hamısı bir-birinə oxşayır. Düzdürmü? Hamısı eyni olur. Niyə? Çünki hamısı eyni qəlibdən çıxır. Və yaxud da ki, kalıb desək daha şey olar. Qəşəng nümunə tapa bilərik. Fincan kalıbı. Və məsələn, mən stəkan düzəldirəm. İstəyirəm ki, bu stəkanlar hamısı bir-birinə oxşasın. Ölçüləri falan eyni olsun. Çünki belə düzəltsəm, yəni mütləq fərqi olacaq. Amma bunun vasitəsilə düzəltsəm, bu qəlib vasitəsilə. Heç bir fərqi olmayacaq. Çünki ölçüləri eynidir. Çünki eyni qəlibdən çıxırlar. Qəlib onun üçündür. Aydın oldu uşaqlar? Bəli. İndi, biz burada qəlibi necə istifadə edirik? Deməli, bizim nəyimiz var idi? Bir dənə klassımız var idi. İndi tutaq ki, mən maşın düzəltmək istəyirəm. Bütün maşınların bir dənə ortaq özəlliyi olur. Yəni, hamısında bir ortaq özəlliyi olur. Görə Emin nə deyir? Ayaqqabı açan. Oxşuyur. Hə, təxmini elə bir şeydir. Bütün maşınların oxşar özəllikləri var. Məsələn, nədir? Bu arada biz bu qəlibi düzəltmək üçün bu adları constructor function. Biz bunu düzəltmək üçün init funksiyasına istifadə edirik. Def init. Bunun bir parametri həmişə self olur. Self nə üçündür? Bu funksiyaya aid olan argumentləri düzəltmək üçün istifadə olunur selfdən. Self onun üçün. Self, vergi qoyuram. Maşın nə olur? Adı olur. Daha sonra at gücü. Horsepower. At gücü olur. Daha sonra mühərriki olur ki, həmin mühərrik benzinlə işləyir, yoxsa dizel. Bax, olar. Mühərriki necə yazaq burada? Fuel yazaq. Düzgün çıxarmı? Yəni, fuel yazaq. Sonra. Bəli. Kimisə saçdı. Nəsə demək istəyir. Aha. Sonra maşının ortaq cəhəti nə olur? Məsələn, buraxılış ili. Yığır. Neçənci ildir? Sonra, məsələn, bu qədər yetərlidir. Bu qədər yetərlidir. İndi biz bunu bu funksiyada necə qeyd edirik? Bu funksiyada yazmaq üçün deyirik ki, selfdən gələn name bərabər olacaq bu funksiyanın name'inə. Self nədir? Mən artıq burada bunu çağıram. Mütləq olmalıdır self. Self mütləq olmalıdır. Yoxsa işləmir. Qabaqda. Hə. Söyle. Elə bil ki, bu self nə üçündür? Mən burada bildirirəm ki, selfdən gələn name. Self nədir? Mən burada gəlib bunu çağırsam və buna name ötürsəm, avtomatik bu gedib burada otursun. Lan uyğun işləsin. Onun üçündür. Selfdən gələn name name'dir. Selfdən gələn horsepower bərabərdir horsepower'a. Selfdən gələn yanacaq bərabərdir yanacağa. Selfdən gələn il bərabərdir ilə. Aydındır mı bura qədər? Və daha sonra bu funksiyanın dəyərlərini döndürmək üçün bizdə bir dənə də str funksiyası var. Bu funksiyanın dəyərlərini döndürmək üçün. Def str. Sırf bu funksiyanın dəyərlərini döndürmək üçün. Deyirəm return elə. Nəyi return eləsin? Yəni formada bir şey ataq.
Deyəcəm ki, name'i. Təbii ki, bu olacaq f-string olacaq. Name'i olacaq self-dən gələn name. Siz bura self-dən gələn name yazsaz, bu avtomatik başa düşür ki, mən gedib buradakı name'i götürməliyəm. Ona görə Python asandır. O bütün dillərdə belə deyil. Constructor function. Başqa cürdür. Daha sonra deyirəm ki, yəni də bunu Azərbaycanca yazaq bu hissəsini. Maşının adı. Belə eləyək. Burada bir dənə dəyişiklik eləyək. Adı olsun. Daha sonra markası olsun. Markası olsun, bir də olsun məsələn BMW tutaq ki M3. Ona nə deyə bilərik? Markası ilə name deyil. Markası name'dir. Bəs o M3 nədir? M3. Hə, ola bilər. M3 nədir? Onu BMW-nin elə bil biraz növü də belə. Hansısa model. Model. Elə model deyək. Self.model bərabərdir model. Buradan deyəcəm maşın markası budur. Maşının modeli self-dən gələn modeldir. At gücü self-dən gələn horsepower'dır. Yanacaq növü. Bu da self-dən gələn fuel'dir. Daha sonra buraxılış ili. Bu da self-dən gələn year'dır. Yazdım. Bu bunu return eləyəcək. Nə edirəm? İndi tutaq ki, bir dənə maşın markası yazıram indi. Deyirəm bu olacaq. Tutaq ki, mənim yazdığım marka. Şükran bərabərdir nəyə? Car klassına. Və məndən bunun hansı dəyərlər gözləyir? Formalı dəyərlər gözləyir. Deyirəm ki, name yerində olacaq BMW. Model yerində olacaq, tutaq ki olsun Gran Turismo. At gücü olsun 300. Yanacaq növü olsun dizel. Buraxılış ili olsun 2018 tutaq ki. Sonra nə qaldı? İşləsəm işləyəcək indi sizə. Nasıl olar? İşləyər. İndi gedib baxacağıq, görək işləyir nə yox. Başlatdıq, işləmədi. Niyə? Çünki print eləməmişik. Print Şükran. Gəldim, mən göndərdiyim dəyərlərə uyğun artıq işləyir. Aydındır mı? Necə işləyir? Nasıl olar? Müəllim, o altda Şükran yazdığınızda elə input yazsaq olar, inputla. Inputla bunları inputla yaza bilərik. Belə eləyək. Elə bil o konsolda özümüz yazaq bu. Ha, olar, niyə də yox. Belə eləyək onda. Maşın adı markası bərabərdir inputa. Maşının markasını daxil edin. Maşının modeli. 5 dənə input yazacaq da müəllim. Ha. Maşının modelini daxil edin. Maşının at gücü bərabərdir input. At gücünü daxil edin. Maşının yanacaq növü bərabərdir inputa. Yanacaq növünü daxil edin. Maşının buraxılış ili bərabərdir inputa. Buraxılış ilini daxil edin.
So, indi gəlin nə edəcəm? Bu dəyərlər yerinə. Ötürəcəm hamısına uyğun olaraq özünə görə. Neyim istəyir məndən? Nə yazmışam? Maşın markası. Maşının markası. Vergül. Maşının modeli. Vergül. Maşının at gücü. Vergül. Maşının yanacaq növü. Vergül. Maşının buraxılış yeri. Şu. İndi mən gəlsəm. Dəqiqə uşaqlar üzr istəyirəm. Dəmin bağlayayım. Mən gəlib bunu başlatsam, artıq məndən inputdan soruşacaq. Və bu inputdan gələn dəyər avtomatik burada formada print olacaq. Gələk yazaq. Məsələn, Lada. Model. 2107. At gücü. 100. Yanacaq növü. Qaz. Buraxılış ili. 80. Çox. Artıq oraya yazdığımız dəyərlərə uyğun olaraq bizim burada məlumatlarımız əks oldu. Aydın oldu mu? Çətindir ya yox? Məncə çətin deyil. Kimin sualı var? Hiçbir şey məlum. Raul, Müslüm, Emil. Başa düşdünüz? Başa düşdüm. Hə, Müslüm? Bəli. Yaxşı. Emil də yəqin başa düşdü. Emil başa düşdünsə yaz. Yaxşı. Bu bizim constructor functionımız, yəni klassımız. OP-miz. OP-dən bu qədər. Sual yoxdursa, keçək tapşırığa. Tapşırıq istəyəcəksiniz. Hamı ekran açır. İndi. Rekordu saxlayıram.